may ayının 5-i İmam Rza əleyhissalamın Mövlud günü Məşəddə olacağıq. Gözəl rəhbərimiz, nümayəndəmiz Hacı Davud, Seyid Kamran qardaşımız və Nasir qardaşımız. Allah qəbul etsin, Allah arzusunda, ürəyində olan hər kəsə bizlə, yəni bu gözəl məsuliyyətli, gözəl tür rəhbəri ilə inşallah ki, nəsib eləsin. Amin. Amin. Allah qəbul eləsin, Allah razı olsun inşallah. İnşallah hər zaman xidmətinizdəyik. Seyid buyur. Allah qəbul eləsin. Allah arzusunda olan hər bir kəsə bizlə, World Travel şirkəti ilə ziyarətlərə getməyi nəsib eləsin inşallah. Amin. Amin. İnşallah qəbul ki, eləsin, inşallah. aprel ayının 13-ü Rasim qardaşımız Kərbəla Məşəd ziyarətinə yola düşür. Bakı, Bağdad reysi. İnşallah Allahın köməyi ilə Bakı-Bağdad çıxışı ilə inşallah Kərbəla ziyarətinə yola düşəcək aprel ayının 13-də və aprel ayının 12-sində də inşallah Bakı-Tbilisi, Gürcüstan yolu ilə olan Kərbəla zəvvarlarımızla yola düşəcəklər inşallah. Növbəti çıxışlarımız inşallah may ayında olacaq. Getmək istəyənlər mütləq şəkildə əlaqə saxlasınlar inşallah. Amin. Allah razı olsun. Amin inşallah. Cavid qardaşımız da buradadır. Allah qəbul etsin inşallah. Ziyarətlərimizi Uğur Travel ilə gözəlləşdirin inşallah. Amin.